Anan ev yığışdırdı. Sənin anan gəlib sənin evi yığışdırır. Mənim anam mənim evimi yığışdıran deyil. Anan evi yığışdırdı. Ne yiyirsən? Sübdür. Tövbe ya Rabbim ya Resulallah. Yaxşı olduğuma sevindim. Öpürəm. Nəsə qızlar bağlayıram. Və keç 11-də də açmadım. Əsəbləşdim Allah haqqı. Sinirimə toxundu təmiz. Peşman oldum canlı açmağıma. Neyse getirəm. Eyni sual. Allah bezdim yalanımıza. Sağaldın. Sağalmaz olaydım. İnsanlar bildiği sualı niye verir? Mənə çatmır ya, Allah hamd olsun. Zəhərə qaz. Xoşları gəlir, elə bir eyni sualları verəndə. Hər canlıya girilər, Sakoya girilər bir sual verirlər, Ləmana girilər bir sual verirlər, Babuşa girilər bir sual verirlər. Eyni adamlarda eyni sualı verənlər. Ətiniz tökülsün az. Sağ olmuşsan şükür. Çok sağ ol. Sveta çok sağ ol. Cevap vermedi. Hansına? Pintinin tırnaklarına bak. Astır bas bayrağı. Yaman xanım salam. Aleykümselam. Safirila. Adı da oxuyamıram. Düzəməlli rusku yazı içində. Düzəlmisən? Fiber. Dərman təsiri getsəydi, bədənim bütün əsəb keçirdirəm. Düzəlmisən, az qalıb. Nə bilim, siz görürsünüz də, görün düzəlib, yoxsa yox. Rəşid bəy, siz necəsiniz? Ay Rəşid bəy. Mən yanmışdım Rəşid bəy, üzüm gözüm yanıb. Yanmaq rusca nədir? Nimaguchi. Pis görünür. Tam sağalmayıb, bax ona görə. Orjok. Ne oldu Baylin? Anan ölü. Orjok ha. Mən WhatsAppda 80 min nəfər yazıb. Mən hansına cavab verim? Heç bilirəm ki, kim kimdir. Görməmişəm ki, Soli mən yazanda. Baxaram WhatsApp'a. Yəqin düşüb aşağı yazılar.
Yine geldi bu Mehmetov. Kızlar beni sevatın. Bakın sonra. Neye bakın. Çökəlməmişəm, şişəm, bəxtəvər. Məni kimi çökələsən inşallah. Ay gidin ayrı çok sağ olun. Monopolini atsanızam. Şəxsiyə baxarsın. Şəxsiyə baxa bilməm axı. Dərmandan zəhərlənməmişdim. Allergiya dərman. Siskadan üzüm yanıb. Yaxşı Rəşid bəy. Baxaram. Nə? Yoxa getməsin. Niyə gedir? Uzanmaq istəyir. Hara getmək istəyir ki? Yox, uzanmaq istəyir, uzansın. Uzanmağa getsin də. Hara getmək istəyirsən Aylı? Nənə getmək istəyirsən? Hə? Yanında dedin soxdun hə beyninlə. Rojun başına soxdunsa deyəcək gedim də. Ölüb eləsəm özüm axşam bir adam gəlsin mənə su versin də bu evdə. Bəlkə gecə tezdim getdim bu dünyadan. Yanmışım. Allah eləməz. Yazıq olsun sən doğduğun az. Yazıq niyə olur? Çöldə qalır. Düzəlir hə. Salam salam. Çıxsı geç. Çok yamamam kimi dedim. Hiç danışırlar eyvallah. Getmək istəyirsən ay xanım? İstəyirsən? Dəqiq olsun. Dəqiq olsun. Var ora erir. Dəqiq olsun. Uşaq istəmir səndən qalmaq. Səndən qalmaq istəyir, qaşqaldaq. Uşaq istəmir səndən qalmaq. Uşaqlar ömür boyu gəzməyi sevir də. Düşüklər. Burnum da şişib, hər yerim şişdi. Artıq yazanları qızqırd eləyəcəm bloka indi. Hövsələm yoxdur da siz sözlərinizə baxmağa. Şükür. Tırnaqlarımı özüm çıxartdım. Çox uzundu, üzümə vururdum, əsəbləşirdim. Gülnar, öpürəm sən ürəyim. Nə bilim, bilmirəm ki, inşallah ki qalmaz. İnşallah. Gözdəydi də. Cındırellaların gözü.
Sıxısı gəlir bunun. Gid yot kuzum. Git yot aşkım. Git yot. Dur anan qurban. Yeyib içməkdir. Hə, bütün qanım qaraldı ya Allah haqqı. Neyse. Dur kızım dur. Dur sohbətimizə doyum olmur. Quran and olsun. Adam istəyir otursun bütün gözünə söhbət eləsin. Bu aralar həqqi mənə güclü cadu eləyiblər ha. Zarafat eləmirəm. Hay deyirəm, vay başa düşürlər. Vay deyirəm, hay başa düşürlər. Kimin gözünə it pişik kimi görsənirsiniz ki, bilin sizdə cadu var uşaqlar. Əlinizin tuzu heç arda olmayacaq. Quran haqqı. Eybi yoxdur. Düzələr. Vallahi düz deyirəm. Mən bu dəqiqə o radələrdəyəm. Hamı belə gəlir sizə. And dolu Allaha. Heç kəsin yanında əlimin tuzu olmadı. Keçdi mən dekabrın axırları bu aylarda beləyəm. Cadularım yenilənir. Filosof. İlin axırı axı gündəmlənirəm. Vallahi tövbə düz deyirəm. Siz də bir sözünüzü, normal sözünüzü belə səhv başa düşürlərsə bilin sizdə cadu var. Rəbbim and olsun düz deyirəm. Quran haqqı düz deyirəm. Üzüm qocalıb, yanmışam da. Effekt qoy. Ne edirəm effekti? Sənin Rəbbim var. Başa düşmədim. Mən kafirzadım. Həqqi düz deyir. Vallahi düz deyirəm. Hər şey əsəbmə işləyir bu aralar. Hər şey. Adi bir şey belə əsəbmə işləyir. Sən öl. O məndən asılı deyil. Hər şey əsəbmə işləyir. Normal sözün belə insanlara pis gəlir ha. Normal sözün belə. Elə bil başımın daşı ağırlaşıb. Qurana and olsun. Zarafat eləmirəm. Sizə zarafat kimi gəlməsin. Mən də eləyəm. Var. Mütləq cavabı var. Allah'a kavalanacağım. Çox əsəbiyəm axır vaxtlar. Fırsat. Düzələcək. Bilirəm də düzələcək. Prosta sinir keçirdirəm. Cəmaatın şükür çıxarıb sənə cavab edəcəklər ki, sən boş ver. İstər inan, istər inanma. Mənim dediklərim həqiqətdir. Billah. Düzəlir yavaş-yavaş. Mən hər şeyin öhdəsindən gəlin, vecimə deyil. Mən özümdə nəsə ağırlıq olanda özüm hiss edirəm onu. Bəxtəvər adamam ki, hiss edirəm. Prosta hələ qoz fındıq bahadır. Yatırsan ne Ayliş? Ay Ayliş. Yatırsan. Dur kızım, dur git uzan. Dur aşkım. Dur hayatım, dur stolda yatma ana kurban, dur. Birazdan aylaşsan.
Ailişin hey-heylər gəlib. Ailiş heç kəsə salam de. Bax bir dəqiqə belədir. Oy, nə çətin bürcüymüş az bu qoç bürcü. Biraz da gözləsəydim qız bürcü doğardım özüm kimi. Sakit, deyib gülən, əylənən. Çox çətin bürcüyə, çox. Bütün əsəb sistemlərimi korlayır. Tutmaq olmur, tutmasını. Gah belədir, gah belədir, gah belədir. Öz dünyası var, Çox çətin bürcüdür qoç bürcü. Çox ha, çox, çox, çox. Sən oxşub, yox, Quran haqqımı elə deyiləm. Bax, səhərdən eyni sual verir. Tırnağı özün qopartdın, tırnağı özün qopartdın, tırnağı özün qopartdın. Yox, atom qopartdı. Görmürsən özüm qopartmışam bunu. Belə anormal sual verir, sordur siz ləman itdi. Bu sual nədir aşkım? Bu özüm qopardana oxşur yoxsa yox? Qeyqiri tuşqar suallar verirsə adama. O sualdır ay bacı. Ailən yaxşı uşaqdır. Yaxşıdır, bürcü çətindir, aşkım, tutmaq olmur. Çətin adamdır, bacı. Hələ bunun uşaqlığı belədirsə, böyüyəndə görür ki, çətin adam olacaq bu. Mən qız bürcüyəm, çox asandır insana. Düz dilim acıdır, amma qəlbim təmizdir. Ay Allah, yandı boğazım. Niyə qopartdığımı deyim? Deyəcəm niyə qopartdığımı. Allah ki, bu aralar hər kəs üstümə gəlir. Həyatımdakı insan belə. Qurana and olsun. Xəstəyəm, mənə yola verməkdən.